Salam kızlar, kanalıma hoş geldiniz. Yeni vlogla karşınızdayım. Gelmişim bazar ustura. Bugün ikinci oğlum Məhəmmədin doğum günüdür. Alması şeyler var idi. Ona göre geldim yoldaşımla. Dedim alın. Ondan sonra sizin için eve gidip paylaşacağım neler aldığımı. Hə kızlar, artık geldim, evdeyim. Hazır bud dibi aldım. Marin olunmuş hazır vəziyyətdə. Bizdə uşaqlar xoşlayır elə kebabı, cücə kebabını xoşlayırlar. Salatın, ərzaqlarını aldım çoxun demək olar. $85 manat tutdu bugünkü bazarlığım. Holland pendiri aldım. Mən həmişə bu Holland pendirindən istifadə edirəm. Çox gözəl olur. Uşaqlar tostda xoşlayırlar. Burada kızlar, yoldaşım kuzu kesmişdi və əti gətirdi hazır vəziyyətdə. Mən də ayırdım. Sümükləri başqa ayırdım. Döyləsi ətləri başqa. Və kebabçını da ayırdım. Axşam inşallah kebab eləyəcəyik deyə. Onları da başqa ayırdım. Artıq bitdi işim. Hamısını doğradım. Paketdə olanlar sümüklülərdir. Onları başqa paketə yığdım. Çəkilmiş əti də yumuşam, suyu çəkilsin. Ondan sonra çəkirəm maşında. Onları da bir bişirməli eləyib qoyuram dondurucuya hazır vəziyyətdə. Burada artıq axşama dolmanı büküm. Ən birinci dolmadan başladım. Dolmanı büküb hazır qoyuram. Artıq büktüm, bitirdim işlərimi. Toyuğu dəmduz eləmişəm. Duzla, biberlə ikisinin qarışımını çəkmişəm. Artıq sonda mayonez çəkib göndərirəm sobaya bişməyə. Artıq doğrayıb bitirdim. Qarışdırıb salatımı hazır eləyirəm. Salata da istiot vururam ən sonda. Bir də duz vururam.
Hə qızlar, burada mini dedim keks qablarım var, balaca. Mən səhvən Temuda ölçüsünə baxmayaraq elə bilmişəm qəşəng böyükdür də ölçüsü. Gələndən sonra görürəm ki, balaca ölçüsünü vurmuşam. Dedim heyifdir da istifadə eləyim. Ona görə mini keks qablarında 2 yumurta, yarım stəkan duru yağı, yarım stəkan qatıq, ondan sonra 1 stəkan pesok, 7 xörək qaşığı un, birinci yumurtayla pesok əridirəm əl çırpıcısına. Ondan sonra digər ərzaqları əlavə edib ən sonda vanil qabartma tökürəm. Xəmirin kıvamı belə olmalıdır. Artıq bişirdim, hazırdır. Kızlar, artıq bişirdim, hazırdır kebab. Burada da oğlumun dostu gəlib, bacım qızlarıdır. Sağ olsunlar, gəliblər Məhəmmədin ad gününü qeyd eləməyə. Bugünlük bu qədər. Gələn vloglarda görüşmək diləğilə. Sağ olun qızlar.